Hörmətli və dəyərli izləyicilər, bugün biz 91-ci noyabr ayının 19-dan 20-sinə keçən gecə Qarakənd kənd faciəsində şəhid olmuş qəhrəman oğullarımızdan biri olan Qazaq mahalının qəhrəman oğlu Qazaxbaylı kəndində böyüyüb boya başa çatmış şair, telejurnalist, publisist Ali Mustafayevin, milli qəhrəmanımız Ali Mustafayevin anım günü ilə əlaqədar olaraq onun qulağı önündəyik, o bu kəndin qəhrəman oğlu olubdur. Həmin günü o faciədə erməni terroru nəticəsində Qazağın, belə deyək, nəinki Qazağımızın, Azərbaycanın qəhrəman oğulları, qəhrəman igidləri, dövlət xadimləri 23 nəfər vertolyot qəzasında bir ekipaj şəhid oldu. Şəhidlərimiz daim qəlbimizdə əbədi yaşayırlar. Biz onları qürurla, fəxrlə yad edirik. Onlar əbədi ölməzlik qazandılar. Əbədiyyən şəhid adı, böyük bir titul adı qazandılar. Daim onlarla qürur duyuruq, fəxr edirik və bu kəndin qəhrəman igid oğlu olubdur. Xalq üçün xidmətləri çox olur. O hansı ki, adi bir, sıradan bir jurnalist deyildi. Hətta 90-cı ildə yanvar faciəsi zamanı Şəhidlər Xiyabanında söylədiyi Dəli bir ağlamaq keçir könlümdən şeiri məhz xiyabanda mən onun ziyarət etdikdə də şairin, belə deyək, Ali Mustafayevin, qəhrəmanımızın dediyi kimi doğrudan da könlümdən dəli bir ağlamaq keçdi. Bu vətən, bu torpaq neçə-neçə igid oğullarını uddu. Şad olsun, daim onları əzizliklə yad edirik. Bizə Allah rəhmət eləsin. Kəndimizin, elimizin, obamızın qəhrəman oğlu Ali Mustafayev ruhun şad, yerin cənnət məkan olsun. Cəmi şəhidlərimizə Allah rəhmət eləsin. Amin. Deyirlər ki, oğul bir evdə doğulur. Bəli, oğul bir evdə doğulur. Lakin Ali kimi oğullar, şəhidlərimiz bir evdə doğulmağına baxmayaraq, bir evdən deyil, eldən getdi. Ruhları şad, yerləri cənnət olsun. Ali bizim Qazaxbaylı kəndinin mərd igid oğludur. Ali həmçinin bizim qonşumuzdur. Həm kəndimizin igid oğludur. Məktəbimiz onun Ali Mustafayevin adını daşıyır. Məktəbimizdə Ali Mustafayevin üstü boylu. Nə deyim? Cəmi şəhidlərimizə Allah rəhmət eləsin. Ali bizim sevincimiz, kəndimizin qəhrəmanıdır. Bizdə bir alılar ölərsə, min alılar doğular və Ali Mustafayevin adını yaşadan yenidən körpə bir alımız böyüyür artıq. İnşallah o alı da Ali Mustafayev kimi qəhrəman vətəninə, elinə, obasına xeyirli evlad olar. İnşallah.